Hoş gördük değerli dostlar. Her vaxtınız xeyirli olsun. Gel Babək kardeşimiz, gel. Bu günləri mən sizə Xırdalan şəhərində 2 mərtəbəli, 5 otaqlı, 2 ailənin yaşaması üçün, 2 bacanağın yaşaması üçün əla bir ev təqdim edirəm. Çəkib təqdim edirəm. Deməli, girişləri, ümumi girişdi buradan, qapıdan, darvazadan. Burada atdenidir. Deməli, 3 otaq pilləkənlə qalxırsınız 2-ci mərtəbəyə, 2 otaq isə 1-ci mərtəbədədir. 5 daş kürsüdədir. İstilik sistemi kombidir. Deməli, evdə qalan əşyalar kombidir, kondisionerdir, bir də mətbəx mebelidir. Həyətində pilləkənin altında qaladovkası da, belə qaladovkası da var. Artıq əşyalar yığmır. Həyətində belə bir köməkçi sanitar qoşağı, ayaq yolusu var. Ağsaqqallar demişlər, ədəbxanası var. Gəl bu 1-ci mərtəbənin 2 otağından başlayaq. Yəni bu 2 ailənin yaşaması üçün çox münasibdir. Burada girişdə deməli sağ tərəfdə mətbəxidir, belə bir mətbəxi var, xudmani. Yəni 2 mətbəxlidir. Biri aşağıdadır, biri yuxarıdadır. Burada yataq otağıdır, evin sanitar qoşağıdır. Yerləşməkdir Xırdalan şəhərində, əla bir yerdə yerləşir. 2-ci Milanillə məhəlləsinə yaxın olan bir ərazidə yerləşir. Çox gözəlir. Yolla, prospektlə arası hardasa 250-300 metrdir. Bu da bunun zalıdır. Bu oldu nə? Oldu 1-ci mərtəbənin 2 otaq, 1 mətbəx, 1 sanitar qoşağı və keçək 2-ci mərtəbəyə. Gəl. Gəl qardaş. Pilləkənlə çıxırıq. 2-ci mərtəbədə də 3 otaqdır, 1 sanitar qoşağı, 1 mətbəxdir. Və buradan çıxanda, belə bir pilləkənlə çıxırıq rahatlıqla. Bunların, yəni girişləri də ayrıdır. Həqiqətən də 2 ailə üçün münasibdir. Bura əla təmir olunmuş bir zalıdır, bax burada. Yəni əşyalar çıxacaq, sadəcə kondisioner, mətbəx mebeli və nə qalacaq? Hamam tualet aksesuarları yəqin ki qalır. Bura keçək mətbəx hissəsidir. Belə bir mətbəx hissəsi var. Burada 3 otaqdır. Bir yataq, deməli zalı çəkdik, bir yataq uşaqlar üçün yataq otağı. Bir də burada böyüklər üçün bir yataq otağı. Şəxsi tikilidir, özü üçün tikilmişdir, qoşa daşla inşa olunub. Hazırda gəl bura qonaq otağı. Hazırda satışa çıxarılıb evimiz. Qiymətə bax. Qiymətə bax. Deməli,